Salam əziz dostlar, şəhidini sevənlər, yurt sevənlər. Sizin yadınıza salmaq istədiyim bir tarix var ki, 33 il öncə 1993-cü ildə, yəni avqust ayının 31-də doğma Qubadlı rayonumuzun işğal olan günü idi və bu işğal günü, işğaldan hətta 3 gün öncə 28 avqustda nələr baş vermişdi? Rus erməni birləşmələrinin hücumunda Biləsuvar balası Sadıxov Fədail Tomaroğlu'nun Qubadlı torpağında Məlik Əhmədli postunda qəhrəmancasına döyüşərək şəhid olduğu gün gəlir və onu mən sizin xatirinizə salmaq istəyirəm. Barəsində bir il yarım öncə hazırladığım video, həm ailəsi ilə görüşdüm, həm vurulduğu yerə gedib ziyarət elədim, komandirlərlə görüşdüm. Ətraflı videoda görəcəksiniz. Lakin həmin 41 dəqiqəlik videonu mən qısalaşdırıb, biraz qısalaşdırmışam ki, siz onu izləyəsiniz. Videonun önündə də sizə xatırlatma edirəm. Sizdən ricam budur ki, videonu sonuna qədər izləyin, keçib geçməyin. Əsl kişilərə də sözüm, əsl kişi qeyrətli xanımlara da sözüm, bu videonu izləyin, xahiş edirəm, izləyin. Onsuz da TikTok platformasında, yaxud Facebook'da, yaxud YouTube'da o bayağı yüngül həyat keçirən insanları izləyənlərin sayı yetərincədir. Onlara mənim sözüm yoxdur, heç onlara müraciət də eləmirəm. Çünki onlar belə müraciətləri üstündən keçib gedir, heç vecə almırlar. Amma sizdən xahiş edirəm, izləyək, şəhidimizi tanıyaq və şəhidimizə dəyər verək. Sağ olun, çox sağ olun. Salam olsun vətənini sevənlərə və uğrunda şəhid olmuş qardaşları unutmayanlara. Bura Biləsuvar rayonunun Səmədabad kəndidir. Desəniz ki, burada nə işim vardı? İllərdir məzarını, ünvanını axtardığım bir şəhidi ziyarətə gəlmişəm. Şəhid Sadıxov Fədail Tomaroğlu 1993-cü il 28 avqust Qubadlı rayonunun işğalından 3 gün əvvəl erməni-rus birləşmələrinin güclü hücumunda Qubadlı torpaqlarının müdafiəsi uğrunda girov düşməməkdən ötürü özünü qumbara ilə partlatmış, hətta mənfur yağı düşməndən də bir neçəsini öldürə bilmişdir. Niyə məhz şəhid Fədail? 1994-cü ilin yanvar ayında Ağdam döyüşlərinə yola düşərkən şəhid qardaşım Məğrur Şirinovun yazılmış olan səs yazısı əlimə keçdi. Səs yazısında belə deyir: mən bilirəm şəhid olacağım və əminəm ki, bu kaseti qardaşıma çatdıracaqsınız. Həmin kasetə qulaq asarkən mən şəhid Fədailin adını çəkdiyini orada dinləyirəm. Qardaşım Məğrur Şirinov şəhid Fədailin qəbrini, məzarını, ziyarəti barədə danışır. Kim idi şəhid Fədail? Bax, buradan yola çıxdım, onu tapmaq qərarına gəldim. Vətən torpaqlarının, eləcə də mənim doğulub boya başa çatdığım Qubadlı torpaqlarının müdafiəsi uğrunda Biləsuvar oğulları çox şücaət göstərmişdi. Çox da şəhidləri olmuşdur. Şəhid Fədailin məzarını tapmaqda, yerini müəyyənləşdirməkdə keçmiş döyüşçü Cabbar Hüseynovun mənə çox köməyi dəydi. Kəndin qəbirstanlığını tapmaqda isə mənə təsadüf nəticəsində tanış olduğum şəhidin yaxın qohumu Samir bəy köməklik elədi. Elə bu yerdən də məndən ötürü, fəqət bizdən ötürü şirin canını fəda etmiş şəhid Fədailin ailəsi ilə görüşmək qərarına gəldim.
Qardaşım Sadıqov Fədai Tomaroğlu 1992-ci ilin yayında Əqqa hərbi xidmətə yollandı. Hərbi xidmətə birbaşa Qubadlı rayonuna yola düşdü. O zonaya hiç gitmemiştim. Neyse soruşa gidip çıktım oraya. Qubadlı rayonuna. Qubadlı rayonuna gittim. Birbaşa hərbi düşərgəyə gittim. Bunlar mənə işarə elədi əmi. Aliyev de orada. Dedim ağa giden yüzünü tanıdım. Gittik, görüştük onunla. Yaxşı qəbul elədi, görüşdük. Dedi ki, uzaq rayondan hardan gəlirsə gəlsin, bizim üçün eynidir. Heç kim onlara başqa bir zad edə bilmir, eynidir. Bütün rayonlardan gələn mənim üçün mənim uşaqlarımdır, mənim övladlarımdır. Ondan arxayın ol 100%. Heç kim uşaqlara ayrı seçkili sala bilməz. Siz Əliyar Əliyevlə özünlə görüşə bildiniz demək. Bəli. Oradan qayıdandan sonra müəyyən vaxtdan sonra müəyyən vaxt keçdi, birdən hay çıxdı ki, Əliyar Əliyev şəhid olub. Mən onu televizorda eşitdim. Neyse ondan sonra, onun şahidindən sonra mən ikinci dəfə getdim Qubadlıya. Gəldim, Sabit müəllimlə görüşdüm. Görüşdüm onunla əhvalatını, vəziyyəti dedi ki, arxayın ol. Bu uşaqlar, indi Allah rəhmət eləsin, onun ideyasını bir yerinə yetiririk. Sen arxayın ol, uşaqlar bizim elə bir öz övladımızdır. Tomar dayı, şəhid Fədailin belə yadında qalan xarakterlərinə nə qalıb yadında? Uşaqlıq vaxtından. Onun bir dənə xasiyyəti vardı, bu hərbi ləvazimata çox həvəskardı. Uşaq vaxtından. Hələ belə köp. Onun suni öyle əldə qayırma tapanca düzəltmişdi, zan düzəltmişdi. Silah düzeltmişler, boyundan aslında silah var. Sonra bu zaten çok büyük, bu hərbi meseleye çok büyük. Pusaq vermişlər. Həvəs görürdü. Sürüş üçün pusaq. Avtomat Hadəşələr çox oldu. Taxtadan avtomat hazırlamış. Üstünə turba qoyub, içinə barıt doldururdu. Atma. O Uşaq vaxtından hərbiyə, döyüşə həvəsi. onu Şəhid Fədailin barəsində çox yaxşı sözlər danışılır. Yəni onun şücaətlərindən, sonuna qədər döyüşməyindən, axırda patronları qurtarandan sonra qumbarı əl atıb ki, girov düşməsin. Şəhid Fədailində məni araşdırmaqda səbəb belə olmuşdu. Mənim qardaşım Məğrur Şirinov, şəhid Məğrur Şirinov hələ sağ ikən Fədailin barəsində çox danışırdı. O vaxtı onun bir kaseti keçmişdi əlimə. Fədailin şəhid olmasından çox heyfsilənirdi. tayyütçülərin arasında grup yaradırdı. Liderlik xüsusiyyəti. Grup yaradırdı. Özü o grupa başçılıq edirdi, başqa dəstəyə hücum edirdi. Gecə ilə baskın edirlər, haman o azıqlı gələn uşaqların üstünə, gecə ilə evlərinə, daşlarına hücum edirlər. Belə xasiyyəti də vardı. Belə baxıram ki, bu adam elə doğulandan döyüş üçün yaranmışdır. Ona görə deyirlər ki, qəhrəmanlar sonradan qəhrəman olmur, doğulanda qəhrəman doğulur. Şəhid Fədail də o qəhrəmanlardan imiş. Tomar əmi, onsuz da siz oğlunuzun barəsində çox şeylər bilirsiniz, onun qəhrəman olduğunu bilirsiniz. Biraz da mənim araşdırmağıma görə, onun döyüş yoldaşlarına, komandirlərinin dediyinə görə biləsiniz ki, sizin oğlunuz həmişə yaşardı. Həqiqətən də qəhrəman olub, qəhrəmancasına da şəhid olub. Onun döyüş yoldaşlarının dediyinə görə son patronuna qədər döyüşüb, girov düşməməkdən ötürü, erməni alçaqlarına girov düşməməkdən ötürü qumbara ilə özünü partladıb, hətta yanında o ermənilərə də zərər vurur. İndi komandirləri də şahidliyinə qulaq asacağıq. Görək döyüş əsası harda baş veribdi, şəhid Fədailin harda şəhadətə yüksəldiyini də öyrənəcəyik. Sonda demək istədiyim bir söz varsa deyin. Cəmaatına təşəkkür edirik. Unutmurlar. Hər dəfə
istənilən bir Qubadlı adamı yoldan keçəndə, hardasa eşidəndə fəxrlə onun adını çəkir, qəhrəmanlığından danışır. Bu da bizi qürurlandırır. Mən Qubadlı cəmaatına təşəkkür edirəm. Mən özüm burada olaraq elə mən də Qubadlı ictimaiyyəti adından elə mən də sizə minnətdarlıq edirəm ki, sizin qardaşınız, Tomar əminin oğlu, hamımızın qardaşı, hamının Qubadlının oğlu məhz qəhrəmancasına Qubadlı torpağı uğrunda şəhid olub. Doğrudur ki, bütün şəhidlər hamımız üçün eynidir, bütün şəhidlər bizim qürur yerimizdir. Amma indi bu gün söhbət fədaildən gedirsə, biz Qubadlı ictimaiyyəti olaraq fədaillə fəxr edirik, şəhid fədaillə fəxr edirik. Bizdən ötürü canını veribdir. Məhz fədaillərin sayəsində bu gün Zaur Qubadlı torpağına gəlir, Qubadlı torpağını ziyarət edib gəlir. Bu da böyük nailiyyətdir, böyük təqdirə layiqdir. Şəhidlərimizin qanı batmadı. Tomar əmi, mən sənə onunla göz aydınlığı verirəm ki, sənin oğlunun qanı yerdə qalmadı. Sağ ol. Onunla sənə deyə bilərəm ki, gözlərin aydın olsun. Nə yaxşı ki, şəhid fədailin qanı yerdə qalmayıb. Onun qanı sayəsində bu günləri Qubadlı torpağına ziyarətlər olur. Üç rəngli bayraqlarımız gecə, gündüz dalğalanır. Şükür ki, yenə torpaqlarımız işğaldan azad oldu. Onsuz da ölüm hamı üçün var. Kimi qəzada, kimi suda boğulur, kimi dağdan yıxılır. Amma bu qardaşlar qəhrəmancasına el üçün xeyir verdilər. Torpaqları da bizə necə deyərlər, hədiyyə elədilər. Düşmanın əlindən aldılar, verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İcazə versənin əllərini sıxın. Sağ olun. Sağ ol, var ol. Evinizə toya gələk, bayrama gələk. Sağ olun. Allah sizi var eləsin, Allah sizə can sağlığı versin. Allah sizi həmişə xoşbəxt eləsin, səsin gəlsin qulağınıza. Minnətdaram. İnşallah hazır olanda sujet Zaur Qubadlı səhifəsində izləyəcəksiniz. Bax, bu ev hər vaxt sənin Təşəkkür edirəm. Sağ olun. Mağrəvva qarşı. Var. Sağ ol. Sən bizi yad eləmirsən, o böyük bir şərəf. Gəlib müəyyən vaxtdan sonra. Əslində mənim üçün şərəfdir ki, Tomar əminin əlini sıxdım. Şəhid atasının, özdə qəhrəman şəhidimizin atasının əlini sıxdım. Mənə şərəfdir. Biz şərəf duyuruq. Bizim də ruhumuzu gücləndirir də o. Bəli, şəhidlər sayılanda, yada düşəndə onun ailəsi əlbəttə qürurdur. Sağ olun. Özünə müğayyət ol. Sağ olun. Özünə müğayyət ol. Görüşəcəyik Allah qoysun. İnşallah. Sağ olun. Salamat qalın, sağ olun, sağlıqla qalın. Qapıza şadlığa gələk. Xeyli vaxtdan sonra aşkarlanmışam ki, şəhid Fədail, Sadıqov Fədail Tomar oğlu Biləsuvar rayonunun Səmədabad kəndindəndir. Və Qubadlı rayonunda Məryəmətli post yaxınlığında girov düşməmək üçün, erməni-rus birləşmələrinin güclü hücumunda girov düşməmək üçün son anda özünü qumbara ilə partladıb şəhid olmuşdur. Yəni ona görə də bu komandir heyətindən Arif Paşayevi, Sadiq müəllimi, Mehdi İsmailovu, bunları Rahidi, yəni döyüş yoldaşlarından mümkün qədəri axtarıb sonalayıb, xahiş eləmişəm ki, onun barəsində bir məlumatları çatdırsınlar. İndi dinləyək döyüş yoldaşlarını. Birinci Arif müəllimdən başlayaq. Sağ ol, Zaur. Sən də bir şəhid qardaşsan və bu missiyanı üzərinə götürmüşsən, mən sənə minnətdaram. Gedirsən, bizim şəhidlərimizi axtarırsan, yad edirsən və onları unutmağa qoymursan. Allah sənin köməyin olsun. Bu günləri bizim söhbət açacağımız qəhrəman qardaşımız Sadıqov Fədaildən olacaq. Deməli, 1993-cü ildə mən Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyev adına tabora
tağım komandiri kimi mənim təyinatım verildi və yazı düzü postuna göndərildim. O zamanlar həmin posta, həmin rotada Mehdi İsmailov da orada məndən qabaq komandir idi. Mən getdim ora, tanış oldum və həmin vaxt Fədail də həmin postdaydı. Cavan oğlan, gənc oğlan 19 yaşında. Fədail rəhmətliyin özünə məxsus xasiyyəti var idi. O elə bir ki 19 yaşında yox, bir 30 yaşındakı bir yetkin insan kimi özünü aparırdı. Bir də onun belə çox qüvvəli, fiziki qüvvəsi var idi. Hesab edək ki, onu Mehdi müəllim də, qardaşlar da burada deyərlər. Onu o iki vüzud arasında onun qolunu yıxan bir adam yox idi. Elə çox qüvvəli uşaqdır. Baxmayaraq ki, bəstəboy qüvvəli uşaqdır. Son avqust ayında 93-cü ildə axırıncı son günləri, ayın 28-i hardasa 27-sindən qabaq elə bizim hamımızlıqsan demək olar ki, biz qaldıq mühasirədə. Və orada bizim mühasirədən çıxmaq üçün bizim bir dənə yol var idi ki, hansı şu yolu keçib Məliəhmədli kəndi istiqamətində adlamaq. O yolun da sol tərəfində ermənilər tanklarından dayanmışdılar. Həmin vaxt bizim o mühasirədə olduğumuzu tabor komandiri Sadiq Paşayevə də məlumat verildi. Sadiq Paşayev oradan bizim top komandirimiz vardı, Qoca. Ona tez-tez məlumatlar verildi. O Qoca bizim ətrafımızda olan ermənilərə qarşı topdan istifadə edirdi. Həmin vaxtı biz ayın 28-ci günü demək olar ki, tabor komandiri Sadiq müəllim də bilirdi bizim orada o vəziyyətdə olduğumuzu və biz həmin vaxtı hamı istəyirdi ki, o deməli mühasirəni yarıb keçmək üçün hamı can atırdı ki, keçə və nəysə kömək eləyə, qalan yoldaşların hamısını o akopdan çıxartmaq məqsədi ilə. Həmin vaxt rəhmətli Fədail, Sadiqov Fədail Tomaroğlu və əlavə 3 nəfər yoldaş da o yolu keçmək üçün, yəni o yoldaşların da adın Ağa Mirzə rəhmətli, Ramiz rəhmətli, bir də İbrahim rəhmətli, Fədail ilə bir yerdə onlar o yolu keçmək istəyəndə erməni tankları belə hesab edək ki, dikdə dayanıb hazır gözləyirdilər də. Erməni tankları həmin vaxt hərəkətə keçdilər. Ağa Mirzəni akopun deməli o kazarmanın sağ tərəfində vurdular Ağa Mirzəni. O 2 nəfər Ramiz ilə İbrahim elə bir bağlı yer var. Oraya girmişdilər ki, orada bəlkə xilas olalar. Onlar da orada rəhmətə getmişdi. Fədai rəhmətli o erməni işğalçısına deməli ermənilərə, o düşmənlərə əsir düşməmək üçün üzün çevirdi bütün yoldaşlarına, belə komandirlərinə, belə əlini də qaldırdı, özün şəhid elədi, yəni ona əsir düşmədi. Allah rəhmət eləsin, məkanı cənnət olsun, məğrurun da məkanı cənnət olsun. Onlar bir yerdə bizim həmin o kasetdə mənimlə məğrur rəhmətli bir yerdə söhbətində olub o magnitofon da o vaxtı nəysə Ağdamda bir nəfər gətirdi bizə verdi, onu satın aldıq orada, yadındadır? Bir dənə magnitofonu mən aldım, orada kaset qoydu və həmin gün orada danışıb məğrur. Mənim yanımda bir yerdə danışıb o söhbəti Fədai rəhmətliyin qəhrəmanlığından. Allah bir daha rəhmət eləsin, qəbrin nurla dursun, sənə də təşəkkür edirəm. Çox sağ ol. Birinci, Allah şəhidlərimizin məkanını cənnət eləsin. Sizin qardaşınız məğrurun da məkanını cənnət eləsin. Fədai qardaşımızın məkanını cənnət eləsin. Məndən öncə Arif Paşayev danışdı. Arif Paşayev çox ətraflı danışdı və olanları danışdı. Biz bir yerdeydik. Arif Paşayev bizim sağ tərəfimizdə, biz sol tərəfdə. Arif Paşayev dediyini mən təkrarlamaq istəmirəm. Çünki ondan öncə bunların arxa hissəsinə, yəni o Güləbird istiqamətdən tanklar gəlmişdi. Orada bizim yaralananlarımız olmuşdu. Ondan öncə. Həmin o uşaq, o rəhmətli Fədai elə bizim, belə deyək, o səngərdə mən durmuşam. Bizim səngərə yaxın yerdir. O biz top deyirdik, hansı ki böyük bir daşdı, qayadır. Biz ona top deyirdi ki, papalı qaya deyirdi ona. Bax, o istiqamətdə, yenə deyirəm, təkrarçılıq olmasın, Arif Paşayev deyiriz, zabit yoldaşımız falan istiqamətə keçmək. Yol oradan idi.
tanıyan insanlar olsaydı, ora bələdçi adamlar olsaydı, yəni oradan çıxmaqda o müasirədən ortaya, yəni onlar sağ-sol yüksəklikdə olanda onu nəzərə alıb oradan keçmək mümkün idi. Yəni onu demək istəyirəm ki, yəni oradan o müasirəni o istiqamətdən carıb keçmək mümkün idi. O cığırları tanısaydı. Amma onlar fakt o Papalı Qaya deyən yerin, Papalı Daş deyən yerin yüksəkliyində. Həmin o yüksəklikdə tank da orada özünü göstərir. Tank fırlanır, orada özünü partlatdı. Onu da Arif Paşayev dedi. Yəni biz başqa istiqamətdəydik, onun əl hərəkətlərini görürdük. Yəni bizim deyək səngərlər alınmışdı. Sabahsı günü biz oranı qaytarandan sonra Ağamirzənin meyidin bir gün ondan sonra idi də, hardasa tapdı. Gətirdi. Yenə bizi arxa hissədən mühasirəyə almışdılar. Həmin ərəfədə mənim qardaşım da yaralandı, bibim oldu, Geznəmdə. Nazimdən deyirəm, Eldırımı kənddən eləyərkən, o kənd istiqamətini, kənd deyim də belə deyək. O istiqamətlər hərəkətdə olarkən onlar yaralanmışdı. Onlar da orada yaralandı. Ağamirzə gelib, onları çıxartmışdılar, arxadaydı onlar biraz. Yəni, O qaldı məndən. Sol istiqamətdə idi, o istiqamətdən düşmən bizim arxa hissəmizdə idi. Amma biz həmin o ərəfədə heç cürə onu çıxarda bilmədik. Düzdür, indi burada bizi qınayanlar olar. Bəzi məqamda mən şəhid olsam belə, mən də həmişə hər birimiz onu deyirdik. Da artıq görürsən şəhidi o biri ordunu qırğına verməmək üçün şəhidi götürmək mümkün. Yeganə xidmət elədiyimiz dövrdə bəlkə də ikimizin də, hər ikimizin də mən elə başa düşürəm ki, o şəhidi oradan çıxarda bilmədik. Çünki çıxartmaq mümkün deyil. Ən azı bastırıldı. Elə heç olmasa qalmadı. Biri bizdən qalan bir dənə Ağamirzə də Məşdağa kəndindədir. Məşdağa. Mən istəyirdim soruşam. Məşdağalıdır. Mən elə onu dəfələrdən məndən müsahibə alanda da, elə belə xəstəxanada yatanda da, hospitalda da həmişə demişəm kimi varsa desinlər ki, o adam şəhid oldu. Ona vaxt deyirəm. Biz də Allah şəhidlərimizin məkanı cənnət eləsin. Amin. Allah sizlərdən razı olsun. Sevənlərinə, yaxınlarına səbir versin. Bütün şəhidlərimizə. Mən atasından soruşdum ki, Fədail uşaq vaxtı necə bir insan olub, necə bir xarakterli insan olub. Deyir, həmişə uşaq vaxtından avtomat düzəldirdi, tapança düzəldirdi taxtadan, özünə dəstə toplayırdı, başqa bir qarşı tərəf dəstə də toplayırdılar. Ancaq döyüş səhnələri yaradırdı. Həm meşədə qalib gəlməyi xoşlayırdı. Deməli, bu uşaq, bu gənc elə yaranandan qəhrəman yaranmışmış. Belə Biləsi var, demiyorlar ki, o elə bir cəmaatının 70-80% ilə hamısı qəhrəman uşaqlarıdır. Onlardan da biri Fədail. Bundan da əlavə bizim batalyonun Əliyar Əliyev kimi bir Allah rəhmət eləsin. O vaxtı ilə hamı, bütün əsgərlər onu oxşamaq istəyirdi. Çox qorxmaz, cəsur oğlanıdır, həddindən artıq. O elə ki, o qolunda güc vardı, düzdür. Amma o nə qədər o güc olsa da, gənc vaxtında o qədər belə tərbiyəli, qanacaqlı, ondan sonra onda olan o tərbiyə, mədəniyyət həqiqətən də çox elə biz yoldaşlıq eləmişik də, ondan indi bütün günümüz bir yerdə olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Sarık müəllim, mən bildiyim qədər Sadıxov Fədailin döyüş yoldaşları və komandir kimi sizin də şahidçiliyiniz çoxdur. Sağ olun Zarman, çox sağ olun. Mesela ayın 28'inde demək olar ki, Qubatlının son günlərini yaşayırdı. Qubatlı hardasa elə ayın 28'i gecə işğala məruz qalırdı. Lakin orada bizim əskərlərimizin, bizim zabitlərimizin son o həmləsinə görə düşmən geri qaytarıldı, onlar itkilər verdi. Ayın 27'si, 28'inə keçən gecə bizim tabur bilirsiniz ki, Seytas istiqamətindən düz Güləbil istiqamətinə qədər düşmənin Yorusla qarşı-qarşıya olan ərazisində müdafiə durmuşdu və əsas sol cinağında olan iki tağımımız, hansı ki biri Arif Paşayevin rəhbəri elədiyi tağım və Mehdi İsmailovun rəhbəri elədikləri tağım Yazıcı istiqamətində Xıncirək kəndi və orada yeni kənd vardı. Həmin istiqamətdə olan düşmanla təmas xəttində müdafiə mövqeyini qururdular. Düzdür, biz düşmənlə
təmas xəttindəyik. Düşmənə qarşıdan olan düşmənin hücumunu gözləyirdik, sağdan olan hücumunu gözləyirdik, Laçın istiqamətindən. Lakin onu bildiyiniz kimi ermənilər həmin vaxtı Cəbrayıl istiqamətindən keçib artıq bizim Xanlıq kəndi, bizim o çay istiqamətində, Həkəri istiqamətində olan kəndlərimizə artıq hücum eləmişdilər. Həkəri istiqamətində demək olar ki, kəndlərdə ermənilər arxa tərəfdən Qubadlıya üzbəyüz döyüşlərdə Qubadlıya qalib gəlmək mümkün olmadı və onlar da belə planlaşdırdılar ki, zəif nöqtə taparaq Cəbrayıl istiqamətindən Qubadlıya, arxa istiqamətdən Qubadlının işğalına onlar qərar verdilər. Dərhal əlaqə saxlanıldı komandir heyətləri ilə də. Aydın məsələdir ki, orada müəyyən tapşırıqlar, göstərişlər orada verildi ki, şəxsi heyətin müdafiəsini tam təşkil eləməklə müəyyən təyin olunmuş yerlərdə öz müdafiəsini tutsunlar və biz arxadan düşmənə hücum eləyib həmin istiqamətləri biz azad eləmək planını hazırladıq və orada gəlindi 28-ci gecə artıq orada artilleriya komandirləri İlyas Babayevdi, orada briqada komandirləri toplandı. Plan hazırlanıldı, əsas qüvvələr toplanıldı və 28-ci gecə bizim qarşıda olan iki tağımımızın dayaq məntəqəsini düşməndən azad eləmək üçün biz hücuma keçdik. Hücum zamanı həmin istiqamətdə düşmənin 2 dənə T-72 tankı gəlmək götürüldü. Orada əlavə olaraq həmin tağımın şəxsi heyəti də müəyyən mövqelərə çəkildi. Onların köməkliyi ilə, elə komandir heyəti buradadır. Bunlar da bir yerdə köməklikləri ilə biz düşməni həmin səngərdən kənarlaşdırdıq və həmin zaman biz Mehdi İsmailovun tağımının ərazisində mən gördüm ki, uşaqlar cəmləşiblər bir dənə şəhidin üzərinə. Biz şəhidlərimizi də oradan götürdük. Mən yaxınlaşdım həmin istiqamətə. Yaxınlaşdım, mən Fədai Sadıqovdur. Biz uşaqlar, onun əskər yoldaşları da təsdiq edir ki, Fədai Sadıqov tanklar həmin istiqamətdə onları mühasirəyə alan zaman F1 qumbarası ilə partladaraq özünü əsir düşməkdən qurtararaq F1 qumbarasını partladaraq özünü şəhidi zirvəsinə uzanmışdı. Biz düşmənləri o səngərlərdən təmizlədik, müdafiəmizi bərpa elədik və orada olan o tağımın əskərləri də, orada olan o hücuma keçən əskərlər də hamısı həmin vaxtı orada olan şəhidlər toplanıldı və o vaxtı onlar elə orada and istəyirlər ki, onların ruhuna and istəyirlər ki, biz bütün imkanlarımızdan istifadə edib sona qədər sizin qanınızı almağa, sizin qisasınızı almaq uğrunda biz mübarizə aparacağıq, döyüşəcəyik. Fədai Sadıqov bu vəziyyətdə şəhidlik zirvəsinə ucaldı. 28-i, 29-u, 30-u, 31-i artıq düşmən qüvvələri artıq onlara havadarlıq edən qüvvələrlə də bərabərləşərək Qubadlı üzərinə hücum elədilər və 31-i Qubadlı işğala məruz oldu. Amma ondan 30 il keçəndən sonra həmin əskərlərin varisləri, onların oğulları, övladları və onlar bəziləri bu döyüşlərdə iştirak edərək həmin torpaqları qəhrəmancasına o şəhidlərimizin qisasını alaraq qəhrəmancasına biz həmin torpaqlara bizi işğaldan azad elədik və mən indi demək istəyirəm, indi Məğrur qardaşımızın məzarı üzərindəyik burada. Bu söhbət Məğrurun söhbətindən irəli gəlir. Ona görə də biz bu günləri Məğrur qardaşımızın məzarı üzərində toplaşmışıq. Və orada bir komandir kimi mən orada dedim əskərlərimizin, bütün şəhid olan əskərlərimizə ki, sizin ruhunuz şad olsun. Başda tabur komandiri, milli qəhrəman Əliyar Əliyevin məzarını orada ziyarət edərək biz orada bütün zabit heyəti, əskər heyəti, biz öz əskərlərimizə onu dedik ki, sizin ruhunuz şad olsun. Sizin qanınız alındı, sizin ruhunuz şad olsun. Fədai qardaşımızın da ruhu şad olsun ki, onun qisası alındı və o canından keçdiyi həmin səngərlər, torpaqlar indi artıq bizim vətəndaşlarımızın, bizim ordumuzun səlahiyyətindədir. Artıq ora azaddır. Zarbəli, mən buradan Fədainin atasına,
onun doğmalarına, valideynlərinə. Mən buradan demək istəyirəm ki, onlar başlarını diş tutsunlar. Onların oğulları bir gəncin, çox gəncin edə bilmədikləri bir qəhrəmanlıq nümunəsi göstərdilər bizim gələcək nəslimiz üçün. Amma ermənilərin o tanklarının, o BMP-lərinin kuruğuna, müasirəsinə düşmək və orada onun girov, o gördü ki, orada o girov götürülməməsin deyə o F1 qumbaranı əlində ondan sonra çəkib özünü partlatması inanın ki, bu qəhrəmanlığın ən yüksək nöqtəsidir. Yəni Fədailin atasına, anasına xeyirli ömür arzulayıram. Mən bir komandir kimi baş əyirəm onların qarşısında belə bir oğul böyüdüb vətənə ərmağan etdikləri üçün, vətənə müdafiəsinə göndərdikləri üçün onlar başını diş tutsunlar. Onların oğulları xidməti dövründə ən yüksək qəhrəmanlıq edərək şəhidlik zirvəsinə ucalır. Bütün Velospor cəmaatına da öz minnətdarlığımı bildirirəm ki, elə bu Fədail kimi oğullarımızı yetişdirib vətənimizin, torpaqlarımızın azadlığı uğrunda bu qəhrəmanlıqları onlar edirlər və onların bu qəhrəmanlıqları bizim bütün gənclərimizə, bütün soydaşlarımıza, hər kəsə bir örnəkdir. Minnətdaram hər birinə. Çox sağ olun, mən də Sadiq müəllim. Sağ ol. Hamınıza tək-tək minnətdarlıq edirəm. Var olun. Beni unutmayıp yad etse bir an, ölərəm yolunda senin ey vətən. Sinene güllələr atılan zaman, Polatdan bir qalxan olaram vətən. Sinene güllələr atılan zaman, Polatdan bir qalxan olaram vətən. Çəkir imtihana bu həyat bizi, dikili yurduma düşmənin gözü. Məndən dönsə belə taleyin yüzü, mən yenə andımda qalaram vətən. Məndən dönsə belə taleyin yüzü, mən yenə andımda qalaram vətən. məni unutmayıp yad etsen bir an, ölərəm yolunda senin ey vətən. Sinene güllələr atılan zaman, Polatdan bir qalxan olaram vətən. Sinene güllələr atılan zaman, Polatdan bir qalxan olaram vətən. Əskərəm andımda qalaram vətən.
Vətən